ölkəni, bu dövləti çevirmək istəyənlər dünyanın ən şərəfsiz məxluqlarıdır. Fərqi yoxdur, dövlət çevriliş etmək niyyətinə düşən Ramiz Mehdiyevdir ya bir başqası. Biz dünənədək Qaragüruh dediyimiz, qoltuğunun altından gözü kölgələnən, tərli köynəyini dəyişməyə, gigiyenası çatmayan, savadsız və məsuliyyətsiz bir ovuc Qaragüruhun haqqında danışırdıqsa, indi məlum olur ki, əli əsə-əsə çevriliş planı cızan, əyri-ürü xətlərlə Azərbaycanın şeytan bilir hansı cəhənnəmə gedib düşməsini planlayan Ramiz Mehdiyev də varmış. Biri köynəyini vaxtında dəyişməyən şəxsiyyətsiz, vəsiqəsiz biri, o birisi isə ayağını nəinki Şuşaya, Laçına, Kəlbəcərə, Xocalıya, Ağdama, Füzuliyə, Zəngilana, Cəbrayıla, Qubadlıya, Hadruta, heç Qənimətlər Parkına, Zəfər tağına belə basmayan, artıq belə də deyə bilərəm, nümayişkarənə şəkildə bunu eləməyən, bəlkə də öz aləmində qələbəmizi boykot elədiyini düşünən Ramiz Mehdiyev. İkisinin də xislətində xarici qüvvələr Azərbaycana yeritmək niyyəti varmış. Biri qərbi, o biri şimalı Azərbaycanın daxili işlərinə qarışmağa çağırır. Biri qərb mediasında sürünə-sürünə əldə elədiyi tribunalarda, o biri isə şimaldan diləndiyi dəstəklə həyata keçirəcəyini güman elədiyi çevrilişlə.